Sen oturmuşdun öz şəhərində, öz yerində, qardaşınla ixtilaf eləyirdin, boş-boş söhbət üstündə dava eləyirdin, imamın zuhuru təxirə düşürdü, sən də olurdun bu qanlara şərik. Bəs qana şərik olmaq necə olur? Sən oturmuşdun, bilmirdin nəyin davasını aparırsan, neyinirsən? Şərt qoyub imam zaman. İctima'in minəl qulub və salam. Əsas səbəb budur. Möminlərin qəlbinin bir-birinə mehribanlığı. 100 dənə sən fərdi günah eləsən, İmam Zamanın ürəyini o qədər yaralamırsan ki, bir qardaşından ixtilaf eləyəsən. Heç nə bu qədər deyil. Çünki mövzunu bu həll eləyir. Mövzunu bu həll eləyir. Zuhur mövzusu buna bağlıdır. Bu həll olsa düzələcək. Bir alimdən eşitmişdim, tükün biz deyandı. Dedi, Ramazan ayının günorta vaxtında şərabı başına çəkib içməkdən daha ağır günah ixtilaf eləməkdir. İndi get, bax, məsələyə, vəziyyətə bax. Bir zaman namaz qılanda göylərdə mələklər deyir, əhsən, filan kəslər namaz qılır. İndi də keçdi o dövran. Da bitdi də, da bildi. İndi yox. İndi deyirlər, gəl bura görüm namaz qılan, gəl bura görüm. Gəl bura görüm, nə üçün gəlmirsən, nə inirsən, nə haldasan. Sən neçə dəfə Kərbəlada oldun, neçə dəfə həccə getdin, sən neçə dəfə İmam Hüseyn məclisində oldun, neçə dənə Ramazan ayını yola saldın, nə oldu sənə bəs? Niyə sən bu qədər... Sənə bu qədər enerji verdi, mən verdim Allah, bu qədər sənə enerji verdi, niyə görə aləmi nura qərq eləmədin bəs? Niyə eləmədin? Elə deyir, ay Allah bizə Kərbəla qismət elə, gedək gələk, Allah qəbul eləsin, hamısı məsuliyyətdir. Hamısı məsuliyyətdir. Allah deyib, bu qədər mən sənə enerji verdim, sən gərək aləmi işıqlandırardın, nura qərq eləyərdin, niyə eləmədin? Suallar budur, bax. İndiki zamanın suallarıdır. Dönə-dönə üzr istəyirəm, Allah qonağıdır məni dinləyənlər. Elə bilməsinlər mən xətirlərinə dəyirəm, amma bəsdir daim.